Gənclərə, xüsusilə də millətlərarası ailə qurmaq istəyən şəxslərə nə məsləhət görərdiniz? Məsləhətim odur ki, öz ürəyinizi dinləyin və heç kimə qulaq asmayın. Əgər siz özünüz hiss edirsinizsə, bu düzgün bir addımdır, düzgün bir seçimdir və əlbəttə ki, bundan da əlavə bilirsinizsə, o insan yaxşı biridirsə, niyə də yox? Əsas odur ki, valideynlər də tanış olsun və görsün ki, bu həqiqətən də layiqli bir insandır, bir insan kimi. Dəri rəngi fərq eləmir. Yəni, mənim ən xoşlamadığım bir mövzu odur ki, dəri rənginə görə kiməsə başqa cürə baxmaq. Mənim üçün ən böyük, belə deyim, sevmədiyim bir şey odur ki, irqçilik etmək və irq fərqi qoymaq. Biz hamımız insanıq və bizi Allah yaradıb və biz gərək bir-birimizi bizim insani keyfiyyətlərimizə görə hörmət qoyaq və dəyər verək.